Salam dostlar. Bildiyimiz kimi cənab prezidentin martın 19-da imzaladığı bir sıra fərmanlarla və Azərbaycan Respublikasının 27 fevral 2026-cı il tarixli müvafiq qanunu ilə siyasi vəzifəli şəxslərin və dövlət qulluqçularının əmək haqqları artırıldı. Həmçinin dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə bununla bağlı bir sıra başqa dəyişikliklər də edildi. Artımlar yanvarın 1-i 2026-cı ildən tətbiq ediləcək. İzahlara keçmədən öncə artımlardan faydalanacaq olan hər kəsə xeyirli olmasını arzuladığımı bildirmək istəyirəm. Onu da qeyd edim ki, bu videoda dəyişikliklərin bir hissəsini izah etmişəm. Növbəti videoda isə qalan hissəsini izah edəcəm və onun linkini bu videonun rəylər bölümündə paylaşacağam. Bu tip videolardan vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olub bildirişləri açmağı unutmayın. İndi isə izahlara keçək. İlk öncə onu qeyd edim ki, dövlət orqanlarının kateqoriyalarında və müvafiq olaraq vəzifələrin təsnifatlarında müəyyən dəyişikliklər edilib. Belə ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə edilən dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının nazirlikləri dövlət orqanlarının ikinci kateqoriyasından birinci kateqoriyasına yüksəldilib. Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanların, həmçinin Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının kateqoriyası isə dəyişməyib. Eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, yəni Bakı şəhər idarəsi və digər yerli idarələr, regional idarələr, həmçinin rayon və şəhər bölmələrinin kateqoriyası da dəyişməyib. Kateqoriyası yüksəldilən digər dövlət orqanları Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan, rəhbəri və müavinləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləridir, hansı ki 3-cü kateqoriyadan 2-ci kateqoriyaya yüksəldiliblər. Bu orqanların 3-cü kateqoriyada qalan digər agentlik və xidmətlərdən birinci fərqi odur ki, bunların rəhbərini və rəhbər müavinini Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin vəzifədən azad edir. İkinci fərq ondan ibarətdir ki, bu orqanlarda, yəni ikinci kateqoriyaya yüksəldilən dövlət agentlikləri və dövlət xidmətlərində aparat rəhbəri, aparat rəhbərinin müavini, orqan rəhbərinin müşaviri və köməkçisi vəzifələri var. Nazirliklərin yanında yaradılan, rəhbəri və müavini tabe olduğu dövlət orqanlarının rəhbəri tərəfindən təyin olunan dövlət agentlikləri və dövlət xidmətlərinin də kateqoriyası dəyişməyib. Məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisini və xidmət rəisinin müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edir. Yəni, xidmətin tabe olduğu orqanın rəhbəri təyin edir. Bu orqan və bunun kimi digər nazirliklərin yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri də 3-cü kateqoriyada qalıblar. Həmçinin digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan, rəhbəri və müavini yenə tabe olduğu dövlət orqanının rəhbəri tərəfindən təyin olunan dövlət agentlikləri və dövlət xidmətlərinin də kateqoriyası dəyişməyib. Məsələn, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsindən və mühafizəsindən dövlət nəzarəti xidməti. Bu orqanda 3-cü kateqoriyada qalıb, çünki bu xidmətin də rəhbərini və rəhbərin müavinini müvafiq olaraq Su Ehtiyatları Agentliyinin sədri vəzifəyə təyin vəzifədən azad edir. Kateqoriya dəyişiklikləri haqqında son olaraq onu da qeyd edim ki, cədvəllərdən gördüyümüz kimi nazirliklərin yanında olan dövlət agentlikləri və dövlət xidmətləri ilə digər mərkəzi icraların yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərindəki vəzifələrin təsnifatları, ödəniş səviyyələri və müvafiq olaraq vəzifə maaşları arasında fərqlər olacaq. Təbii ki, burada 3-cü kateqoriyada qalan dövlət agentlikləri və dövlət xidmətlərini nəzərdə tuturam. İndi isə əmək haqlarının yeni sisteminin izahına keçək. Bununla bağlı Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununa dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi adlı yeni 6-cı fəsil əlavə olunub. Bu sistem qanunun yeni əlavə edilən 33-1.1, 33-3.1 və 33-3.4-cü maddələrinə əsasən rəqabət qabiliyyətlik, mütənasiblik, motivasiya, çeviklik və uyğunlaşma amilləri nəzərə alınmaqla dövlət qulluqçularının vəzifə maaşlarının dövlət orqanlarının kateqoriyası və vəzifələrinin təsnifatı ilə yanaşı, həm də qulluq stajından və xidmət fəaliyyətinin qiymətləndirilməsi nəticəsindən asılı olan əməyin ödənilməsi səviyyələri və pillələrindən ibarətdir. Qanunun 33-2.1-ci maddəsinə əsasən yeni sistem üzrə dövlət məvacibi vəzifə maaşından və əlavələrdən ibarətdir. Mükafatlar məvacibin məbləğindən çıxarılıb. Digər diqqət çəkən məqam budur ki, əmək şəraiti ilə əlaqədar veriləcək əlavələr müvafiq qaydada hesablanan məbləğin 50% həcmində tətbiq olunacaq.
Xatırladım ki, əmək şəraitinə görə nəzərdə tutulan əlavələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə tənzimlənir. Dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləğinə gəlincə, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2026-cı il tarixli müvafiq fərmanına əsasən bu rəqəm inzibati vəzifələr üzrə 1170 manat, yardımçı vəzifələr üzrə 760 manat məbləğində müəyyən edilib. Qanunun 33-2-ci maddəsinin qeydinə əsasən müqaviləçilər müvafiq inzibati vəzifənin birinci pilləsinin 50% məbləğində əmək haqqı alacaqlar. Müsabiqə və ya müsahibə vasitəsilə dövlət qulluğunda inzibati vəzifəni tutub staj sınaq dövründə çalışanlar, həmçinin birbaşa daimi dövlət qulluğuna qəbul edilənlər, yəni staj sınaq dövrü keçməyənlər və yardımçı vəzifə tutanlar isə 33-4.2-ci maddəyə əsasən müvafiq vəzifənin birinci pilləsi üzrə əmək haqqını tam həcmdə alacaqlar. Bu videoda son olaraq cənab Prezidentin fərmanı ilə birlikdə paylaşılan artım faizləri cədvəlinin nə üçün hazırlandığını da aydınlaşdıraq. Cədvəllərdən gördüyümüz kimi minimum vəzifə maaşı, yəni 1170 manat bir əmsal olaraq götürülüb və bütün digər vəzifə maaşları ona müvafiq əmsalların tətbiq edilməsi ilə hesablanıb. Məsələn, 34-cü səviyyə 2-ci pillə üzrə vəzifə maaşını hesablamaq üçün 1170 manatı 1,102 əmsala vururuq və təxminən 1290 manat edir. Xatırladım ki, artım faizləri cədvəli növbəti maaş artımlarında istifadə edilmək üçün hazırlanıb. Yəni ki, hər dəfə əmək haqqları artırılanda minimum vəzifə maaşına nəzərən müvafiq əmsallar tətbiq ediləcək. Bu videoda hələlik bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Suallarınızı və dəyişikliklər haqqında fikirlərinizi rəylərdə paylaşa bilərsiniz. Dəyişikliklərin izahının davamı ilə tanış olmaq istəyənlər növbəti videonu izləyə bilərlər.